Alim Qasımov nəvəsinin toyundan danışıb, deyib ki, qadınlara araq vermədi. Ümumiyyətlə, mən hesab edirəm ki, cəmiyyətdə müəyyən nüfuz sahibi olan, illərlə əfsanələşməkdə olan insanlar fərdi, şəxsi, özəl məclislərini nə qədər qapalı saxlasalar, bir o qədər yaxşıdır. Niyə? Çünki bəzən hansısa bir övladın, bir nəvənin, uşağın, kiminsə verdiyi bir, belə deyək də, açıqlama, ehtiyatsız davranış həmin o şəxsin də nüfuzuna, belə deyək, ciddi təsir göstərmiş olur. Mən düşünürəm ki, bax bu ən sonuncu məclis ki var idi, nəvəsinin, yəni Fərqanə Qasımovanın qızının toy məclisi, bax orada o verilən açıqlamalar da, xüsusən də o toyun səbəbkarlarından biri olan qızın açıqlaması çox böyük, belə deyək də, ikrah doğurdu insanlarda. Nə bilim, oğlana şərt qoymuşam, belə eləmişəm, filan eləmişəm. Bəlkə də o indi yaşı azdır, dərk eləmir, bəlkə də filan, amma bütün hallarda mən ancaq o şərhlərdə oğlana verilən, nətər deyirlər, təsəlliləri gördüm ki, yəni vəziyyət yaxşı olmayacaq da. Bütün hallarda ümumiyyətlə tanınmaq, məşhurluq, hətta əfsanə olmaq, hər şey bir yerə qədər, amma ondan sonra artıq, yox, həmin o toydakı kadrdan və gəlini şəkildə gedirmi ekranlarımızda? Hə, əla. Yəni, nəyə lazım idi da? Məsələn, bu tərzdə açıqlama vermək filan. Mən bütün hallarda mən hesab edirəm ki, hər şey öz qədərində gözəldir və Alim Qasımov da bir açıqlama verib. Heç bu açıqlama da açığı yaxşı bir açıqlama deyil. Deməli, Alim Qasımov nəvəsi Fərqanə Qasımovanın qızı Mövlanənin toyunun görüntüləri müzakirəyə səbəb olub və Pravdazın məlumatına görə toyun əvvəlində hicablı bir xanım kişilərin önündə Fatihə surəsini oxuyub. Halbuki qadın Quran oxuyarkən səsini yad kişilər eşitməməlidir. Bu saytın yazdığıdır. Xalq artisti Alim Qasımov açıqlamasında bu fikirləri qəbul etməyib. Bildirib ki, nəvəsinin toyu dini olmayıb. Bütün məclislərdə, mərasim zallarında qadınlar mərsiyə deyir, Quran oxuyur, bütün kişilər eşidir. Qadınlara araq vermədik, içib sərxoş olalar. Açıqlama belə qəribədir. Bir yerdə ki, Allah kəlamı gəlir, dini toy deyildi, cəmaat oynayırdı, qadınlar idi, özləri üçün mübarək bir toy etdilər. Allah xoşbəxt eləsin, Allah mübarək eləsin, amma yenə də deyirəm, ümumiyyətlə, belə məsələləri nə qədər qapalı saxlasalar, bir o qədər yaxşı olardı.